Məhin çox gözəl bir işi görür. Savadlı şəkildə görür. Allahın ona verdiyi istedadla görür. Ağılla görür. Məhinin ancaq nə deyə biz ancaq dua eləyək ki, Məhin bundan da gözəl zirvələri fəth eləsin. Əsl səs sənətçisidir o. Sənətkar adını da qazana biləcək məncə, heç belə gözü yumulu deyirəm. Məhin mənim ən əziz dostumdur. Mənim ən yaxın xanım müğənniləri arasında bir 5-6 xanım müğənnisi var ki, onlarla daha çox sırf dostluq edirəm. Hətta Məhin mənim verilişimdə dəfələrlə olub. O da ona qarşı olan istəyimdəndir, hörmətimdəndir, sayğımdandır. Məhin bütün gözəlliklərə layiqli qızdır. Məhin qəlbi çox təmiz, çox gözəl insan, çox dəyərli insandır. Özü də bilir ki, əsl popstar əgər namizədi mənə deyilsə, məsələn xanımlardan mən Mehinin adını birinci çəkərəm, bir nömrədə çəkərəm. Mehin bugünkü gündə Azərbaycan musiqisində hər yerdə təbliğ etmək üçün ən lazımlı ifaçılardan biridir. Ki qaldı Mehinin şəxsi həyatına. Çox istəyirəm ki, xoşbəxt olsun. Əziz dostum Mehin, gözəl insan, gözəl xanım, sənin bugün 33 yaşın olur. Səni ürəkdən təbrik edirəm. Hər zaman belə gözəl, pozitiv ol. Sənə 33 xit mahnı arzuluyuram və əminəm ki, xit mahnıların arası kəsilməyəcək. Səni çox sevirəm. Hər zaman yanımızda ol, hər zaman dostumuz ol. Biz də sevdiyimiz dostumuzun gününə gəlmişik. Bəli. Birinci növbədə can sağlığı. Mehin də özünə yaxşı baxsın. Biz də ona gözəl baxaq, gözəl görək. Səsi ilə bizi sevindirsin, işləri ilə sevindirsin, şəxsi həyatındakı gözəl hadisələrlə sevindirsin. Nə deyim? Happy birthday deyirəm. Əslində ən gözəli insan özünə nə arzuluyursa, qarşındakına da onu arzuluyur. Çünki insan özünə kötü bir şey arzulaya bilməz. Ona görə inşallah toyuna gələk. Ən gözəli. Mən neysə dilimə gəldisə demək ki, neysə var. Bir aşıq havası sənin, bir aşıq havası mənim. Hə, tamam. Mənim xanıma Allah can sağlığı versin, xoşbəxt olsun, xoşbəxt həyat yaşasın. Oxuduğu nəğmələrin, səsində olan avazının vurğunuyam və nə şükür ki, bizim Mehin kimi gözəl müğənnimiz var, dəyərli dostumuz var. Hər zaman əzizdə olsun, xoşbəxt olsun. Elə özü necə belə pozitiv adamdırsa, ətrafı da belədir. Maşallah olsun, Mehin həmişə gözəl işlər və gözəl xəbərlər və xoş sədalarla toplaşaq. Mehin xanım mənim dostumdur. Eyni zamanda Azərbaycan incə sənətində, musiqisində çox zəngin səsə malik olan bir xanımdır. Təbrik edirəm, Allah can sağlığı versin, əsası xoşbəxt yaşasın. Çox xoşbəxtəm, sevdiyim sənətlə məşğulam. Ona görə xoşbəxtəm ki, atdığım hər addımda ailəm hər zaman yanımdadır, məni dəstəkləyir. Bu sənətə təhsil dövrümdən gəlmişəm də, ona görə yəni atdığım ilk addımlardan anam hər zaman məni dəstəkləyib. Anamı buradan sevgilərimi göndərirəm. Bugün bu gecədə mənim həm ailə üzvlərim yanımdadır, həm sevdiyim, dəyər verdiyim insanlar yanımdadır. Çox sevdiyim sənətkarlarım buradadır. Mən sənət yoldaşlarımı da burada görməkdə çox xoşbəxtəm və hətta xalq artistlərimiz, əməkdar artistlərimiz hamısı yanımdadılar. Hər birinə təşəkkür edirəm. Mən sözün açığı arzularımdan və planlarımdan, xəyallarımdan danışmağı sevməyən insanam. Ona görə bu məndə qalsın. İnşallah gerçəkləşəndən sonra söz verirəm, sizə gəlib deyəcəm ki, bax, o vaxt soruşmuşdunuz, oldu. Bugün doğum günü etməyimə səbəb Hacı Nazimin məndə hədiyyə etdiyi mahnıdır. Düşündük ki, bunu belə gözəl bir təqdimat formasında edək və ad günüm yaxınlaşırdı. Ona görə də elə ad günümü həmin günə saldıq. Hacı Nazimə təşəkkür etmək istəyirəm. Mən deyərdim ki, bugün mənim aldığım ən bahalı hədiyyə Hacı Nazimin mənə etdiyi mahnı hədiyyəsidir. Musiqisi Hacı Nazimindir, sözləri Azər Şirin. Hacı Nazimlə birgə yazıblar sözləri. Günel burada yoxdur. Ailə üzvlərim buradadır, anam buradadır, balaca bacım buradadır, xalalarımın övladları və gəlinləri, yeznələr, ümumiyyətlə bütün ailə üzvləri hamısı buradadır. Geyimim Aynur Xəlil imzalıdır. Həm səhnədəki geyimim, həm də indi bu üzərimdə gördüyünüz bu zərif libas. Bugün 3 geyim geyinəcəm. Bu üçü də Aynur Xəlil imzasıdır. Ona təşəkkür eləmək istəyirəm. Biraz belə çətin hazır olan geyimlərdir. O qədər əziyyət çəkmişəm ki, mən bu geyimlərin hazırlıq prosesində hər yerimə iynə batırdı filan. Çox belə incə, zərif geyimlərdir. Belə çətinliklə də olsa ərsəyə gəldim. Amma düşünürəm ki, gözəl alındı. Nəticəsi gözəldir. Geyimlərimin anlamını ancaq Aynur Xəlilova sizə deyə bilər. Mehin minyondur və mən onu ancaq
normalda mənim tərzim sadədir, amma niyəsə onu ancaq parıldayan görürdüm deyə. İki obrazın ikisində də maksimalistəm. Tamamilə daş-qaşdan istifadə eləmişik, tamamilə onu orada yeganə ulduz görmək istəyirdim deyə bu daş-qaş daha çox istifadə olunub. O təbii ki, minyonluğu da bizim üçün avantajdır ki, geyimi daha yaxşı hala gətirir. Onda da şarm var deyə, yəni geyim bəhanədir, əsas onun enerjisi parıldadır geyim.